Hamınıza salam əziz drone sevərlər, əziz Türk dostlarım və izləyənlər. Onlara da buradan sevgilərimi göndərirəm. Bu günlərin maraqlı videoda qarşınızdayım. Bəli, videolu neçəsə saat əvvəl çəkmişdim o birisi videonun propes videosunu. Bu videonu da indi çəkməyə çalışıram. Hələ də xəstəyəm gördüyünüz kimi. Xəstə danışıram. Buradan tutulub elə möhtəşəm. Və bəli, bu günlərim mağazamıza gördüyünüz kimi hansı kostyumlar gəldi. Gördüyünüz kimi My Hero Academia Collection paketi, anime paketidir. Buna baxanda adam animeyə baxmaq istəyir. Baxmamışam. Mən oldlar bilər, yəni Tsubasa, Bakugan falan. Bu kostyumlar da bir sözlə əladır. Yəni düzüdür, bu video içərisində bir dənə kostyum alacağam. Səbəbini deyim sizə, Qasın kostyumu. Bir də Qası sevmədim həqiqətən. Qasa kostyumu var gördüyünüz kimi. Edgar'ı çox oynamıram. Yəni bu kostyum yəni mənə ehtiyacım yoxdur yəni. Bir də Fake olsun. Fake'in də kostyum var əlbəttə ki, gördüyünüz kimi məndə var. Sadəcə almayacağam kostyumu. Ən əsas mən buradan gördüyünüz kimi bir sözlə indiyənə kimi gəlmiş ən gözəl kostyumdur yəni və o biri kostyumlara nisbətən ən gözəl kostyumdur yəni oyun içərisində əfsanəvi olaraq. Və bu kostyumu alıb sınayacaq, görək necədir. Və buradan kostyumu evetə basıram və El Primo'nun kostyumunu götürürük, xeyir olsun. Buradan şimdi seçə basacağım. Burada simgələr çıxdı. Əla görsənir həqiqətən. İndi bu El Primo yoxlayacaq. Lobby içərisində ses effektləri çox qəşəngdir yəni. İstəyirəm yoxlayım. Biraz səs də vermək istəyirəm. Oyun içərisində eşidə bilərsiniz. Buradan səslər falan öz uyğundan. Və maçımıza görə birinci olacaq. Kahraman El Primo'muzdan maçımıza başlayırıq. Çox əla görsənir həqiqətən. Çox əla görsənir. Bu kostyumla oynamaq çox yəni ləzzət eləyəcək mənim üçün. Ses effektlərlə bir də baxın. Mortizəyə belə edirsən sən, qardaşım. Bir dənə sakit ol da sən. Ses effektlərlə baxın bir dənə. Emojiləri götürmədim. Onlar yadımdan çıxdı. Nəysə, video içərisində göstərəm onlarda. Emojiləri seçmədim, heyif. Edgar qorxur ya məndən. Kostyumu görə qorxur. Qorxursa qardaşım. Edgar'a buff'ı gətiriblər. Çox pis olub yəni həqiqətən. Çox güclü olub yəni. Çox gərəksiz olub. Fake atdıq buradan. Baz qardaşımıza. Baza fake atdıq buradan. Baz indi əsəbləşir. Deməyə çalışsa qardaşım. Gör bura. Gəl. Bazı da buradan elədik. Bir dəqiqə. Böyle bir öləcəm həqiqətən. Oha, ne diyor? Kim ne diyor ya? Böyle bir şey olamaz ya. Bir tane Colette qalıb. Colette çəkirək. Bir dəqiqə. Colette, nə qədər vursan? Colette niyə bu qədər vurur? Arada salacıydı bəli. İpək şarjı da var. Ən yaxşısı biraz gözləyib burada. Görüm axıra kimi Colette'in qabağına çıxıb öldürəcək olsa. Bayaqdanan da spreylərlə görüşürük buradan. Özümüzə əlaqə elədiririk. Dost olduq deyəsən. Ya dost olduq qardaşım. Hadi yama gəl. Dost oldum, öldürdüm də bu. Şaka girdi ki, məni öldürdü. Buradan effektlərinə baxdıq yəqin ki. Bir də emojilərinə baxaq. Hansı seçək? Bir də bunu seçək. Bir dənə bunu seçək. Bir dəqiqə. Burada nə olur bu sifətdə? Bu nə sifətdir? Bu nə sifətdir? Hansısa anime karakterinin sifətidir deyəsən. Onu qoyublar, Risk El Primo döyüşür. Əla olub bu da. Bura hansı qoyaq? Bura bu qoyaq. Burada da görünür əslində. Bir dənə də bu qoyaq, bəsdir. Emojilərimiz belə. İstəyirəm bir də eğitim alanına girə, bir də effektlərlə göstərmək sizə. O bir kostyumları göstərməyə ehtiyac yoxdur. O bu sənə də bir hissə necədir? El Primo yoxlamaq istəyirəm. Təcə video içərisində. Öldürmə effekti də əladır yəni. Gördüyünüz kimi. Bir də ulti basım. Ulti atanda qəşəng səs çıxarır El Primo. Əladır yəni. Həqiqətən. Almağa dəyər yəni kostyumu. Hiperjajla görə bilinir. O da bir də baxaq. Hiperjajla da verir.
Allah əval yəni. Bilməm o biri kostyumlarda olur, yəni yəqin ki bir də bunda olur, amma bilmirəm. O biri kostyumları almaq istəmirəm. Səbəbi də ki, yəni var o kostyumlar, məndə o uyğun kostyumlar və o biri kostyumları sevmədim yəni. Nə bilim, yəni tərzimə uyğun deyilmi, nəyə deyilmi? Bir də El Primo'yu sevdim, ona görə həm də nadirliyinə görə də El Primo olmuşsa nisbətən yaxşıdır. Çünki 300 elmasdır. Dedim boy bulanıb qalsın qıraqda, heç kim alamayacaq. Ona görə El Primo aldı. Liga qardaşım, başı getmir ha deyəsən. Yürü git amına koyayım ya. Neyse əladır yəni bu kostyum. Türk dostlarıma da buradan təşəkkürlər bildirirəm. Onlar da dəstək göndərir, yorumlara yazırlar. Buradan da onlara sevgilərimi göndərirəm. Hər şeyə görə təşəkkür edirəm dostlar. Sağ olun, salamat qalın. Bu video bu qədər olsun çünki danışa bilmirəm yəni. Neysə. İnşallah ki, Brawl Stars'da ən yaxşı yerlərə gələrsiniz. Sağ olun, salamat qalın.